Arıqlama iynələri yoxsa bariatrik cərrahiyyə? Bu sual təkcə sizi maraqlandırmır. Bu sual eyni zamanda həkimləri və alimləri də maraqlandırır. JAMA Surgery adlı bir jurnalda 2 ilin ərzində 30 min insan üzərində aparılan nəticələr paylaşdı. Bu nəticələrə əsasən 2 il ərzində GLP-1 tipli iynələrdən, arıqlama iynələrdən istifadə edən pasientlərin xərci bariatrik cərrahiyyədən istifadə edənlərdən daha da yüksək olmuş oldu. İkinci vacib məqam, acil durumda xəstəxanalara müraciətlərin sayı iynələrdən sonra, əməliyyatdan sonrakılara nisbətən daha çox nəzərdən oldu. Və üçüncü və ən vacib məqam isə arıqlama nəticələridir. GLP-1 tipli iynələrdən istifadə edənlərin nəticələri ilkin çəkinin cəmi 10%-ni itirə bildilər. Halbuki bariatrik cərrahiyyədən sonra bu göstərici net olaraq 28% üzərində oldu. O yüzden bariatrik cərrahiyyə bugünkü gündə aralamaq üçün və metabolik problemlərdən qurtulmaq üçün ən effektiv yol sayılır. Yararlanın.